Oktyabr ayının içində hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən Doğru Xəbər Azərbaycan kanalına verilən məlumata görə sabah Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti, atmosfer təzyiqi isə 765 mm civə sütun olacaq. Sabah Naxçıvan ərazisində də yağıntı ehtimalı yoxdur. Temperatur 18-22 dərəcə isti olacaq. Oktyabrın 3-də Azərbaycan əksər rayonlarında hava yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə az çiskin olacaq, arabir duman ehtimalı var. Şərq küləyi əsəcək. Temperatur gecə 13-16, gündüz 19-24 dərəcə, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.